Ne de gökərlər ya. Aydın Qəhrəmanoğlu. Buyurun, bax nə qədər dəvəniz var? 29 dənədir. Siz bu dəvələrə baxan adamsınız da, yəni bu dəvələrlə iş. Bəli. Və o deyir dəvə kinli olur. Onun kinini nədən bilirsiniz? Valla kinli belə bunu mən həmişə sığallayıram. Sığallayıram. Yəni bunu mən belə sığallamasam məni heç yaxına qoymaz. Yəni həmişə sığallayıram, vurmuram, eləmirəm. Yəni nəvaziş göstərirsiniz. Bəli. Nəvaziş Hala göstərirsiniz. tumarıyırız, ona görə də Yəni onlar da sizin sözünüzə Toxunmur. baxır. Toxunmurlar. bəli, toxunmur. Amma o hirslənəndə necə olur bəs? Hirslənəndə belə qusur adamın üstünə, nə bilim, bax Yəni. belə qusur eləyir. Ya indi hirslənməz ki bizə baxır. Yox. Yox. Neçə müddətdir siz bu dəvələrə baxırsınız? 3 ildir. 3 ildir elə. 3 ildir. Balası olurmu bunların? Balası nə də 2 il dalbadal nə də 5-10 dənə bala vermişəm. Bir illəri 2 dənə olub. 2 dənə olub. Yəni çətindir da bu təsərrüfat, dəvə təsərrüfatı. Çətindir. Onun nazı ilə oynamaq, onun Ha, yemi, bəli. yemi də ki özü tapır yer də bu səhralıqda. Çöl umuduna çətindir biraz da. Çöl umudu, yəni özün nə də buna ot verməsən, eləməsən çətindir. Çöl umuduna bir balaca Özləri yemini tapır yeyir. tapıb yeyir, tapağını yeyir. Evdə də verdik də yemini. Yemini evdə də. Bu dəvələrin özlərinin adları var da, yadınızda qalanları varsa. Bahar var, oruç var. Ramazan var, Aydın var. Yəni belə Nər var, eşkin. Nər var, indi yəni var. Laf yaxşı.